Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Əziz dördüncülər və hörmətli valideynlər. 4-cü sinif riyaziyyat dərsindən izahlarımız davam edir. Mövzumuz pulların hesablanması 37-ci mövzu. Pulları necə hesablayırıq? Bu gün onunla tanış olmuş olarıq. Biz bilirik ki, bizim pullarımız, yəni Azərbaycan daxilində manat və qəpiklə ifadə olunmuş olur. Və 1 manat bərabərdir 100 qəpiyə. 1 manat 100 qəpik olduğuna görə biz pulları hesablayarkən, yəni həmin o verilmiş miqdarı, yəni pulun dəyərini cəmləyərkən və yaxud da ki, fərqini taparkən onluq kəsirə çevirib hesablaya bilərik. Necə edirik? Məsələn, hər hansı bir belə deyək də pulu götürək. Deyək ki, olsun 2 manat 45 qəpik. Deməli 2 manat 45 qəpikdə burada manat olan hissəni onluq kəsirdə bilirik ki, tam hissə və kəsr hissə olmuş olur. Manat olan hissəni tam hissə üçün yazmış oluruq, yəni 2 tam yazmış oluruq. Daha sonra qəpiyi isə əlbəttə ki, həmin o kəsr hissəyə yazırıq ki, məsələn, %45-i, elə bir ki, 1 manat 100 qəpikdir, o 100 qəpikdən 45-i olduğuna görə %45 kimi yazmış olar ki, olacaq 2 tam %45. Manatla da ifadə etmək, yəni manatın işarəsini qoyuruq qarşısına. Bu da artıq 2 manat 45 qəpik kimi oxuya bilərsiniz. 2 tam %45 manat kimi oxumaq olar. Əgər manat yoxdursa, məsələn, sadəcə 45 qəpik olmuş olsaydı, bu zaman manatı yoxdursa, deməli manat olan hissəyə 0 yazırsınız, 0 tam yazırsınız, %45 kimi yazmaq olar və bunu da 0 tam %45 manat deyə bilərik. Əgər məsələn 2 rəqəmli deyilsə, 1 rəqəmlidirsə, məsələn ola bilər ki, 5 qəpik olmuş olsun. Mən bu 5 qəpiyi necə ifadə etmiş olaram? Yenə də manat hissəsi yoxsa, əgər olarsa yazarsınız, yoxsa 0 tam yazmış olursunuz. Bu zaman onda 5 yazmırsınız. %5 yazmış olarsınız. %5-i necə yazırıq? 5-in qabağına 2 rəqəm yazmalıyıq. 5-in qabağına 0 yazıb sonra 5 yazmış oluruq. Bu olur neçə? %5 etmiş olacaq. Deməli biz manatı, yəni pulu onluq kəsirlə ifadə edirik və ondan sonra da hesablama aparırıq. Əgər ümumi məbləğ soruşulursa, yəni cəmi soruşulursa toplayarıq. Yox, əgər birinin digərindən nə qədər çox, nə qədər az olduğunu soruşulursa, onların fərqini tapmış olarıq. Və bunları da onluq kəsirdə olduğu kimi görürsünüz. Necə ki, burada hesablayıb həmin şəkildə hesablamış olarıq. Gəlin keçib bələdçi bölümünə. Bələdçi bölümündə bunlara aid tapşırıq yazmış olarıq. Bizə nə deyir? Deyir, şəkildəki malların qiymətinin cəmini və fərqini tapın deyir. Biz də tapmış olarıq. Görək nə deyir. Deməli, yazır ki, 11 tam %75 manat. Bu da 1 tam %20. İlk öncə cəmini tapırıqsa toplamış olarıq. Burada necə görürsünüz, toplayırlar. Yazırıq 11 tam %75 manat işarəsində istəsəz burada işarəni qoyursunuz. Üstə gəlinsin, neçə olmuş olur? 1 tam %20. Yəni 10'da 2 yazmısınız, 0'da yazır %20. Bunları da toplamış oluruq. Kaç çəkirik? 75 ilə 20 eləcək 95. 2 toplamağı da öyrənin bu arada. 11 ilə də 1 eləcək 12 elədi. 12 tam %95 ilə manat etmiş oldu. Və ya burada manat işarəsini qoymamışıq, bunu da qoyursunuz. Çıxanda isə fərqini tapmaq istəsəz burada yazırsınız. 11 tam %75 manat çıxılsın. Çıxmış oluruq. 1 tam %20 manatı çıxmış olarsınız. Yenə də burada bərabərdir. 75-dən 20 çıxırsınız, eləyir 55. 11-dən də 1'i çıxırıq, eləyir 10. 10 tam %55 manat yazmış olarsınız. İkincisində məsələn B-də baxırıq. Nə yazır? 35 tam %45 manat və 14 tam onda 3. İndi bunu da hesablayanda gəlin bunu qırmızı ilə yazaq. İlk öncə cəmini tapırsınız, yazırsınız 35 tam %45 manat. Üstə gəlinsin 14 tam onda 3 yazır. Siz bura 0 əlavə edirsiniz. %30 yazmış olursunuz. Ondan sonra manat işarəsi istəsəz qoyarsınız. Axırda sonda da qoya bilərsiniz. 45 ilə 30 edir 75.
Gəldik 35 ilə 14 49 70 olacaq. 49 tam %70 və sonra da bunların fərqini tapmaq lazımsa, deməli 35 tam %45 manatdan çıxmış olarsınız. 14 tam %30 manatı çıxmış olursunuz. Xətt çəkirik. 45-dən 30 çıxırıq eləyir 15. Burada manat içərisində sonradan da qoya bilərsiniz. Vergülü atdıq 35-dən də 14 çıxırıq eləyir 21. 21 tam %15 manat etmiş oldu. Gəlirik keçirik müstəqil işə. Onluq kəsirlə yazmaqla cəmi tapın. Bir də ikincisində də fərqi tapın deyir. Gəlin mən 2 dənəsini buradan yazacağam. 2 dənəsini də buradan yazmış olaram. İlk birincisi qalacaq. Siz olduğu kimi yazırsınız. Yəni B-ni yazdıqdan sonra aşağıda 7 manat 77 qəpik. Bunu necə yazmış olarıq? Manat hissəsi olacaq. İstəsəz, yəni olduğu kimi 7 manat 77 qəpiyi bərabərdir yazırsınız. 7 tam %77 manat. Digəri neçədir? 2 manat 2 qəpiyi yazırsınız. 2 manat 2 qəpiyi bərabərdir 2 tam %2 manat kimi yazırsınız. Sonra da bunların cəmini tapmaq üçün aşağısına yaz. Yəni bunu sizə müəlliminiz desə yazarsınız, deməsə heç olduğu kimi də yaza bilərsiniz. Çox güman ki deməyəcək. Yazırsınız burada 7 tam %77 manat üstə gəlinsin 2 tam %2 manatı gəlmiş olacaq. Burada 77-nin üstə 2 gəlində 79 manat işarəsini burada qoyun. Vergül gəldi çatdı. 7-nin üstə 2 gəldi. Eləyəcək 9. Oldu 9 tam %79 manat. Digərini də tapmaq istəsəz, əlbəttə yenə də sizdən istəsə bunu yazarsınız. Dediyim kimi 50 qəpik nə qədərdir? 1 manat 23 qəpik nə qədərdir? Yəni 3 dənədir. Üçünü də toplam. İstəsə yazarsınız. Məsələn 50 qəpik bərabərdir 0 tam %50 manat yazmış olarsınız. Daha sonra 1 manat 23 qəpik yazırsınız. 1 manat 23 qəpik bərabərdir 1 tam %23 manat. Daha sonra 2 manat 5 qəpik bərabərdir 2 tam %5 manat kimi bunu da yazarsınız. Sonra da bunları alt-alta hesablayırsınız. Yazırsınız 0 tam %50 olursa olacaq 1 tam %23 yəni manat işarələrini burada qoyarsınız. Yəni sonda da qeyd edə bilərsiniz. Bu 2 tam %5 bunu da yazmış olsun. Bunları toplamaq lazımdır. İşarəni xətti çəkirik. 50 üstə gəlir 23, 73, 78. Yazdıq bura 78 qəpik hissəsinə yazdıq. Yəni kəsir hissə yazdı 0, 1, 2 eləyəcək neçə 3. Oldu neçə? 3 tam %78 manat etmiş oldu. Digərinə baxırıq. İkincisində də eyni şəkildədir. Yəni 15 manat 44 qəpik və 15 manat. İlk öncə gəlin 15 manat 44 qəpik, yəni bu B üçün yazmış olaq. Yazırıq ki 15 manat. Yəni bunu olduğu kimi yazandan sonra altında yazırsa bir daha xatırladım. 44 qəpik bərabərdir 15 tam %44 manat. Daha sonra 15 manat var burada. 15 manat. Bu da bərabərdir yazmış olarsınız ki 15 manat kimi yazmış olursunuz. Bunda 0-0 yəni belə də qeyd edə bilərsiniz. Bundan sonra da bunların fərqini istəyir sizdən əlbəttə ki. Eynirsiniz yazırsınız 15 tam %44 manat çıxılsın. 15 tam burada 0-0 manat yazmış olarsınız. Çıxanda burada 44-dən 0 çıxsaq 44. Gəldik çatdı 15-dən də 15 çıxanda 0. 0 tam %44 manat etmiş oldu. Növbəti C-ni yazmaq istəyirik. Yenə də bunu olduğu kimi yazarsınız ilk öncə. Ondan sonra 26 manat 87 qəpik yazmış olursunuz. 26 manat 87 qəp bərabərdir yazarsınız 26 tam %87 manat. Digəri 6 manat 26 qəpikdir yazırsınız 6 manat 26 qəpik
Bu da bərabərdir 6 tam %26 manat etmiş oldu. Fərqini tapmaq lazımdır. Yazsız 26 tam %87 manat çıxılsın 6 tam %26 manat. Bunlar da 87-dən 26 çıxanda 61 etmiş olur. Qəpikləri hesabladıq. Daha sonra da 26-dan da 6 çıxanda 20. 20 tam %61 manat etmiş oldu. Gəlirik, keçirik miqdar, qiymət, məbləğ haqqında. Ümumiyyətlə, miqdar bilirsiniz ki, hər hansı bir aldığımız əşyanın, malın çəkisi və yaxud da ki, sayı nəzərdə tutulmuş olur. Məsələn, deyək ki, 5 kiloqram kartof alındı. 4 ədəd çörək alındı. Məsələn, 2 qutu, məsələn, süd aldılar və s. və ilaxır. Və qiymətə gəldikdə, qiymət vahid kütləni nəzərdə tutur. Yəni, bir dənəsinə verilən puldur. Birinin qiymətidir. Məsələn, 1 kiloqram kartofun qiyməti, 1 ədəd çörəyin qiyməti, 1 qutu südün qiyməti və s. və ilaxır. 1 banka südün qiyməti, 1 banka qatığın qiyməti və s. və ilaxır. Deməli, biz bunları da hesablayanda bəzən bir neçə ədəd almış oluruqsa, o zaman miqdarı qiymətə vurmuş olur. Məsələn, deyək ki, 1 kiloqram kartof, 1 kiloqram kartof, məsələn, deyək ki, 1 manatdır. 5 kiloqram kartof nə qədər olacaq? O zaman nə edirik? Miqdar, yəni 5 kiloqramı vurmuş olarıq. Qiymət 1 manat olduğuna görə 1-ə vurarıq. Bu da eləyəcək isə 5 manat etmiş olacaq. Deməli, məbləğ və yaxud da dəyər bir neçə əşyaya verilən puldur. Bunu da hesablamaq üçün miqdarını qiymətinə vurmuş olarıq. Və əgər biz bəzən də qiyməti tapmaq istəyirik və ya da miqdarı tapmaq istəyiriksə, məsələn, deyək ki, 20 manata isə 5 qutu süd alınıb. Məsələn, deyək ki, 5 qutu süd alınıb. Bir qutusunun qiymətini tapmaq istəyirik. Qiyməti tapmaq istəyəndə o zaman verilən pulu, yəni məbləği bölmüş oluruq sayına, yəni miqdarına. Bu da bərabərdir 4 etmiş olur. Şuralar burada sizin üçün yazıb, mən bir də orada qaydanı yazmıram. Deməli, məbləği tapmaq istəyəndə miqdarı qiymətə, qiyməti tapmaq istəyəndə məbləği miqdara bölürük. Görürsünüz, məbləği verilən pulu bölmüş oluruq sayına, yəni miqdarına. Tapırıq ki, qiyməti. Qiymət nədir? Məsələn, 4 manat bölünsün qutu deməkdir. Yəni, bir qutusu 4 manatdır. Və miqdarı da tapmaq istəyəndə eyni. Məsələn, deyək ki, 20 manata 4 qutu süd alıblar. O zaman 20-ni nə edərdik? 4-ə bölərdik. 4 qutu deyirəm. 20 manata birinin qiyməti 4 manata neçə qutu almaq olar? Neçə qutu süd almaq olar? 5 qutu süd almaq olar. Yəni, bu şəkildə tapmış olur. Yəni, tapşırıqlara baxaq. Biraz burada danışdım. Bəlkə də qulaq assız, qulaq asmadınız. Qulaq assızsa, heç bir çətinliyiniz olmayacaq. Daha da yaxşı olacaq. Qulaq asmadınızsa da buradan gəlin, diqqətlə qulaq asın ki, məsələn, cədvəli tamamlayın. Malın adı yazılıb. Tamam, bu önəmli deyil. Mal hər hansı bir adı ola bilər. Miqdarı və bir vahidin qiyməti. Qiymət, bir vahidin qiyməti deyəndə, yəni birinə verilən pul. 3 ədəddir və 1 manatdır. Qiyməti 3-ü 1-ə vurmuş olaraq məbləği taparıq ki, eləcə neçə 3 manat etmiş olacaq. Daha sonra miqdarı bilirik, məbləği bilirik, qiyməti necə tapırıq? Müəllim, qiyməti tapmaq üçün məbləği miqdara bölmüş oluruq. Yəni 21-i 3-ə bölmüş olaraq eləcə neçə 7 manat qiyməti olmuş oldu. Daha sonra buranı zaten bilirik, tapdığımıza görə 4 manat 20 qəpik 2 kiloqramdır. 2 dənəsinin üst-üstə gəlib toplamaqlandır. Bəzən, məsələn, deyək ki, vurma yox, biz onluq kəsilən vurulmasını bilmədiyimizə görə, onluq kəsilən olarsa, 2-dirsə, 3-dirsə, 4-dirsə, miqdarı nə qədərsə, o qədər onu, yəni o qiyməti o qədər toplayırıq. Məsələn, deyək ki, birinin qiyməti 1 manat, məsələn, deyək ki, 50 qəpik olan. 1 manat 50 qəpik, 1 tam
%50 kimi yazmış oluruq. Bundan deyək ki 3 dənəsə bunu 3 dəfə toplamış olarıq və 3 dəfə topladıqda neçə alınırsa onu yazmış oluruq. 3-ə vurmuruq, yəni 3 dəfə toplamaq demək. Zaten vurma nədir? Eyni toplananların qısa şəkildə, yəni cəminin tapılmasıdır. 6 manat məbləğdir. Qiymət 2 manatda miqdarı tapmaq üçün məbləği qiymətə bölmüş. Yəni 6-nı 2-yə bölmüş olaraq burada olacaq neçə? 3 etmiş olacaq. 3 ədəd və ya da ki 3 kiloqram kimi də yaza bilərsiniz. İndi əlbəttə süddən söz gedir. Süd olacaq nə? Litrindən danışmış olarıq və yaxud da ki, yəni burada süddən danışırsa kiloqramla yox, bunu litrlə, çünki mayələr litrlə hesablanmış olur. Naqil 2 metr, yəni 1 metri nə qədərdir? 1 manat 40 qəpik, yəni 1,4. O zaman 2 metr lazımdırsa, o zaman 1,4 manatdan 1,4 manatı toplamış oluruq. Və bu da eləcə 4-dən 4 8. 8 deyəndə burada 1,4 deyəndə 80 də yaza bilərsiniz, fərqi yoxdur. Bu da eləyəcək 1 ilə də 1-i toplayanda 2, 2,8. 2,8-i hətta 2,80 kimi də yaza bilərsiniz. Məsələn, 2,80 manat kimi göstərə bilərsiniz. Yəni bu şəkildə göstərmək olar və ya manat sözünü də yazırsınız. Mən burada manat yazmadım, siz manat yazırsınız. Və ya 2,8 manat yazarsınız. 100 manatdır, 50 kiloqram un. O zaman 1 kiloqramı nə qədərdir? Yəni qiyməti tapmaq üçün yenilik məbləği miqdara bölürük. 100-ü 50-yə bölmüş olarsınız. Eləyəcək 2 manat etmiş olacaq. Və 90 qəpik 3 ədəd dəftər. Biri neçəyədir? Qiymətini tapmaq üçün 90-ı 3-ə bölmüş olarsınız. Eləyəcək 30 qəpik etmiş olacaq. 4-ə baxırıq, 4 dənə yazır. Yəni suallara cavab verin. 1 metr parçanın qiyməti 9 manatdır. 3 metr parça almaq üçün nə qədər ödəmək lazımdır? Yəni məbləğ soruşur səndən. O zaman qiyməti, yəni 9-u miqdarı və ya da ki miqdarı qiymətə vurarsınız ki, bu da eləyəcək 27 manat ödəmiş olacaq. Bunu yəni bu şəkildə qısa şəkildə yaza bilərsiniz və yaxud da ki 9 manat vurulsun 3 metr bu şəkildə yazmış olar. Demək 27 manat. Daha sonra B-yə baxırıq. 1 ədəd çörək 40 qəpikdir. 80 qəpiyə neçə çörək almaq olar? Neçə çörək sayını istəyir. Deməli 80 qəpiyi nə edirik? Bölmüş oluruq 40-a. 80-i bölmüş olaraq 40-a. Bu da bərabərdir 2 ədəd. Yazarsınız ki 2 çörək almaq olar. Bu da cavabı. Alıcı 4 litr südə 8 manat ödədi. 1 litr südün qiyməti. Qiyməti tapmaq üçün nə edirik? Verilən pulu, ödənilən pulu miqdarı, yəni ki, burada 4 litrə bölərik. 8-i 4-ə bölmüş olarıq. Bölərik 4-ə. Bərabərdir qiymət taparaq ki 2 manatdır. Yəni 1 litrinin qiyməti 2 manat imiş. 3 kiloqram bal üçün 72 manat ödənildi. 5 kiloqram bal üçün nə qədər ödəmək lazımdır? İlk öncə hər zaman 1 kiloqram üçün ödəniləni tapırsınız. Burada yəni D-ni yazarkən artıq 2 dənə burada misal yazırsınız. Qiyməti tapırıq. 72-ni bölürük 3-ə görək. 1 kiloqramı neçəyədir? 72-ni 3-ə böldükdə eləyəcək 24 manat etmiş olacaq. Və bundan sonra 5 kiloqram bal almaq istəyirsəniz, ümumiyyətlə birini bilirəmsə, ikisini də, üçünü də, dördünü də bilmək üçün həmin o sayına vurmuş olar. Buna görə də 24-ü vuraram 5-ə. Bu da bərabərdir 120 manat etmiş oldu. Davam edirik 5-ci məsələlərə keçirik. Yazır Samir 2 südlü və 1 tünd şokolad üçün 3 manat 95 qəpik, yəni 3,95 manat ödəməlidir. Hansı şokolad bahadır? Nə qədər? Samir satıcıya 4 manat verərsə, satıcı ona nə qədər pul qaytarmalıdır? Birinci 2 dənə südlü və 1 dənə tünd şokolad üçün 3 manat 95 qəpik, yəni 3,95 manat ödəyir. Qiymətlərinə baxırıq. Biri 1 manat 20 qəpikdir. Digərinin qiymətini bilmirik. Digərinin qiymətini bilmiriksə, o zaman digərinin də qiymətini tapmalıyıq ki, hansı şokoladın baha olduğunu və nə qədər baha olduğunu tapmalıyıq. Bu birincisi nədir? Tünd idi. Südlünü bilirik.
2 dənə südü alıb deyə, bir dənəsi 1 manat 20 qəpikdir. 2 dənəsi birinci tapırıq ki, 2 südlü şokolad neçədir? Yəni bunun qiymətini tapmış olar. 1 manat 20 qəpiklə, yəni 1,20 manatdan 1,20 manatı nə edirik? Toplayırıq. Bu da eləyəcək, bura 40 etmiş olur. Burada 2,40 manat etmiş oldu. Burada cəmi 3 manat 95 qəpik verib. 3 manat 95 qəpikdən çıxarıq 2 manat 40 qəpiyi. Taparıq ki, tündü şokoladın qiyməti 95-dən 40-ı çıxanda eləyəcək 55. 3-dən də 1 manat 55 qəpikdir. Deməli, buradan da yazırıq ki, 1,20 kiçikdir nədən? 1,55-dən. Bunu bildik. Deməli, tündlü hansı bahadır? Bunu bildik ki, tünd şokolad bahadır. Ondan sonra da nə qədər bahadır sualına cavab vermək üçün də 1,55-dən, yəni burada manatdan manat işarəsi yazsa çıxarsınız 1,20-ni. Bu da 55-dən 20 çıxanda 35, 0,35 manat. Burada manat işarələrini də qoymağı unutmayın. Deməli, cavab olaraq yazırsınız. Bu birinci suala yazırsınız ki, bunun cavabı. Birincinin cavabını yazır, sonra ikinciyə keçirsiniz. Yazırsınız ki, tünd şokolad bahadır. Tünd şokolad bahadır. Nə qədər bahadır? Bahadır yerləşmir deyə yazmadım. Nə qədər bahadır? 0,35 manat bahadır. Nöqtə qoyarsınız əlbəttə ondan sonra. Sonra gəlirik növbətinə baxır. Samir yazılı satıcıya 4 manat verərsə, satıcı ona nə qədər pul qaytarmalıdır? Satıcı ona nə qədər? 3 manat 95 manat, 3,95 manat aldığı şokoladların məbləğidir, yəni ki, puludur. Bunu çıxmalıyıq və ona görə də 4 manatdan 4 manat bunu onluq kəsirə çevirsək 4-dan sıfırları yazmış olur, %0. Burada da nə edirik? Çıxırıq bundan 3,95 manatı çıxmış oluruq. Bu da 4 manatdan vermiş olaraq 100-dən 95 çıxırıq. Qalacaq burada. Yəni 4 manatdan 1 manatın qəpiyə çevirək, 100 qəpik, 100-dən 95 çıxarıq. 5 qəpik qalmış olur. Burada da 0 yazmış oluruq. Deməli, tapdıq ki, 5 qəpik qaytarmalıdır. 4 manat verirsə, satıcı ona nə qədər pul qaytarmalıdır? Bunda cavabını yazırsınız ki, cavab 5 qəpik. Bu qədər. Gəlin keçək 6-cı suala görək nə yazır. Yazır ki, birinci alıcı 1 kiloqram yağ, 2 ədəd xama və 2 ədəd 1 litrlik süd üçün 18 manat 18,20 manat ödədi. Digər alıcı 2 kiloqram yağ və 3 ədəd 1 litrlik süd aldı. O nə qədər pul ödəməlidir? Nəyin pulunu, nəyin qiymətini bilirik? Bu nədir? Üstündə xamadır yəqin ki. Nə almışdı bu? 1 kiloqram yağ, 2 ədəd xama. Xamanı bilirik. 1 ədədi 2 manatdır. Bilmədiyimiz nədir? Bu yağdır yəqin ki. Yağı bilmirik. Yağı bilmədiyimizə görə ümumi, yəni tapmalı ki, ödənilən pul 18 manat 20 qəpikdən. Burada qatıqdır, xama və südə verilən pulu çıxmalıyıq. Neçə dənə xama alıb? 2 ədəd. 1 ədədi 2 manatdır. 2 ədədi nə qədər olmuş olacaq? Əlbəttə ki, 2 vurulsun 2 bərabərdir 4. 4 manat olmuş olacaq. Tapdıq ki, bu nəyin qiymətidir? Daha doğrusu nəyə verilən puldur? Xamaya verilən pul. 2 ədəd 1 litrlik süd alıb. Südün qiyməti nə qədərdir? 1 manatdır. 2-ni də vurmuş oluruq. Neçəyə? 1-ə. Bu da bərabərdir 2 manat etmiş oldu. Və südlə xamaya birlikdə verilən pul 4 üstə gəlinsin 2 bərabərdə 6 manat etmiş oldu. Və 18 manat 20 qəpikdən 18 manat
20 qəpikdən istəsəz alt-alta bunu yazmış olarsınız və ya da ki 18 tam %20 manatdan çıxmış olarsınız 6 manatı və burada da 20 burada qalmış olur. 18-dən də 6 çıxanda 12. 12 tam %20 manat etmiş olur. Deməli yağın qiyməti oldu nə? Yağ idi aldıq. 1 kiloqram yağın qiyməti 1 kiloqram yağ almışdı. Ona görə də elə bu cürdə saxlayır. İndi bizə nə deyir? Deyir ki, digər alıcı 2 kiloqram yağ alarsa, 2 kiloqram yağ alarsa biz nə edirik? Burada yazırıq. 12 tam %20 üstə gəlsin bir də 12 tam %20. Yəni manatları burada yazarsınız. Daha sonra 3 ədəd 1 litrlik süd. 3 ədəd 1 litrlik süd alarsa, birinci yağa nə qədər pul verir? Bunu ayrıca hesablayaq. Bu eləyəcək 40. Bu deyəcək 24. Deməli 24 manat 40. Və 3 ədəd də 1 litrlik süd alacaq. O zaman 3'ü də vurmuş oluruq neçəyə? 1-ə. Bu da bərabərdir 1 manatda südün litri. Bu deyəcək 3 manat. Və ümumi toplayanda 24 manat 40 qəpiyin üzərinə, yəni 24 %40 manatın üzərinə 3 manatı gəlmiş olarıq. Və bunları da toplayanda 40'ın üzərinə burada 40 yazmış oluruq. 24'ün söhüşkəndə 27. Bunu bir misalda da yaza bilərdik, amma mən ayrı-ayrı yazmaq üçün məsləhət görürəm. Ondan sonra da o nə qədər pul ödəməlidir? Cavab yazarsınız ki, 27 manat 40 qəpik, yəni 27 tam %40 manat pul ödəməlidir. İnşallah ki, yəni diqqətlə izləyərsiniz. Bir daha deyirəm. Biz nəyi tapdıq? Birinci yağın qiymətini bilməliyik. Yağın qiymətini bilmək üçün xamaya və südə verilən pulu çıxmalıyıq. Xamaya nə qədər pul verib? 4 manat. Südə nə qədər verib? 2 manat. Cəmi nə qədər onlara verib? 6 manat. Deməli aldığı süd, yəni 1 kiloqram yağ, 2 ədəd xama, 2 ədəd 1 litrlik südə cəmi verdiyi pul 18-20 idi. Bundan xama və südə verilən 6 manatı çıxanda tapdıq ki, yağın qiyməti 12 manat 20 qəpik, yəni 12 tam %20 manatdır. Digəri isə, yəni 2 dənə yağ aldığına görə yağın qiymətini tapdığımız üçün 2 ədəd aldığı üçün toplayırıq 24 manat 40 qəpik. 3 ədəd də 1 litrlik süd, 3'ü də 1'ə vurmuş olduq. O da 3 manat etmiş oldu. Bu manat işarəsi yaxşı çəkərsiniz. Və ümumilikdə də bunları topladıq ki, deməli digər alıcı 27 tam %40 manat, yəni 27 manat 40 qəpik ödəməlidir. Bu sonuncu tapşırıq oldu. Növbəti videoda görüşmək ümidi edirəm. Hələlik sağ olun.